Bizim pensiyalar oğurlanır. O bəzən bir elə keçən ayda elə verdilər. Evet, Aynı keçən onun ayın səhv 14-ü eləmirəmsə. idi. Hə, ondan 14. Mən sizə söz verirəm ki, Qurban bayramı öz ərəfələri idi, yox Ha, səhv eləmirəmsə. bizə də ayın 20 neçəsi verdilər. Yəni indi söz Bölgələrə elə verirlər. niyə? Bax sual edirəm sizə. Ola bilsin ki, Nə ola bilmirəm, pensiya alanların sayı çox da hesablı bitirə bilmirlər, mərhələli şəkildə O pulu verirlər. əməli başı mənimsəyir. Və burada 50 dəfə demişəm bu söz. O pulu ay ərzində biznesmen əmilər qəşəng onu gecikdirməklə faizini pulu verirlər, faizi bura. Siz bilmirsiniz bunu? Valla mən onun detalını bilmirəm. Nə Mən sizə izah edirəm. Ha. Buradan yenə də deyirəm mən. Mən pensiyamı qazanmışam. O pensiyam oradadır, kassadadır. Kapitalım oradadır. bəli. Oradadır. Ayın birindən mən o sandığın ağzını açıram, pulumu götürürəm, ayını yaşamalıyam. Davamı, dərmanımı, toyumu, üzr istəyirəm, Allah rəhmət etsin, üzrümü. Bəli. Sonra mən Anar Əliyev, ondan əvvəl nə bilim Sahil Babayevin minnəti mənə lazım deyil, özlərinə saxlasın. O cavan uşaqlar özlərinə saxlasın. Mənə nağıl lazım deyil. Mənə mənim haqqımdan danış. Ayın birində maksimum ikisi, üçü pul yoxdur Azərbaycanda. Sel kimidir pul. Hı -hı. Sadəcə verməyə, versə faiz gəlməyəcək ya. Mən bunu ölən günümə qədər deyəcəyəm. Bizim pensiyalar oğurlanır. Bizim pensiyalarımızdan oğurluyurlar. Bizi nəyə görə deyirəm mən? Ona görə ki, pensiya, mən işləmirəm. Aha. İşləyən 30 gün işləyir ki, dövlət ona işinə uyğun olaraq məvacib ödəsin, maaş versin. Mən işləmişəm, indi dişləməliyəm. Hanı mənim dişləməliyim? Kiminsə ciblərində, kiminsə keyfində, kiminsə damağında. Amma bir neçə il bundan öncə səhv eləmirəmsə belə deyil idi. Bəlli bir zaman var idi və regionlar da paytaxtda eyni vaxtda alırdı Səydə pensiya səhv eləmirəmsə. Səhv 90-cı illərdə heç bu qayda yox idi. Xoruz yox idi, sabah açılır.